Книга «Секрет», часть 16. Ваши чувства– механизм обратной связи, позволяющий отследить вашу чистоту. Sizin hisleriniz обратной связи, yəni o tərəfi, обратной sözünü başa düşürsüz. O tərəf əlaqənin mexanizmidir. İcazə verən sizin yəni отследить вашу чистоту, yəni sizin tezliyinizi izləməyə imkan verən. Приятные чувства и эмоции– это сообщение. Xoş hisslər və emosiyalar bu mesajdır. Вы мыслите позитивно. Siz düşünürsünüz pozitivi. Соответственно, когда вы чувствуете себя плохо, Вселенная говорит вам. Соответственно, yəni buna da müvafiq olaraq, bununla bərabər olaraq, haçan ki siz hiss edirsiniz özünüzü pis, kainat deyir sizə. Вы мыслите негативно. Siz negativ düşünürsünüz. Дурное настроение, плохое самочувствие означают, что Вселенная предупреждает вас. Pis əhval-ruhiyyə, pis özünü hiss etmə o deməkdir ki, Вселенная sizi xəbərdar edir. Внимание, измени свои мысли. Diqqət, dəyiş öz düşüncələrini. Зафиксирована негативная частота. Negativ tezlik qeyd olunub. Смени частоту. Tezliyi dəyiş. Отсчет пошел. Vaxt getdi. Внимание. Diqqət. В следующий раз, когда вы почувствуете себя плохо или вас охватит дурные эмоции, прислушайтесь к сигналу Вселенной. В следующий раз, növbəti dəfə, когда вы почувствуете себя плохо, haçan ki siz hiss edəcəksiniz özünüzü pis, или вас охватит dурные эмоции və yaxud da sizi bürüyəcək pis emosiyalar, прислушайтесь к сигналу Вселенной. Kainatın siqnalına, yəni xəbərdarlığına qulaq verin. В такой момент вы отгораживаетесь от хорошего, поскольку находитесь на негативной частоте. В такой момент, bu cür bir anda вы отгораживаетесь от хорошего. Siz yaxşıdan отгораживаться, yəni sərhəd qoyursunuz yaxşıyla öz aranıza. Yəni yaxşıdan artıq kənarlaşırsınız. Поскольку nə qədər ki yerləşirsiniz, yəni ordasınız, harda на негативной частоте, yəni nə qədər ki negativ tezlikdəsiniz. Измените ваши мысли, подумайте о чем-нибудь прекрасном, и появившиеся позитивные чувства помогут вам осознать. Измените ваши мысли, düşüncələrinizi dəyişin, подумайте о чем-нибудь прекрасном, nəsə möhtəşəm bir şey haqqında düşünün, и появившиеся позитивные чувства və meydana gələn pozitiv hisslər помогут вам осознать, kömək edəcək sizə dərk etməyi. Это произошло, потому что вы перешли на другую частоту. И Вселенная подтверждает это вашим хорошим самочувствием и настроением. Это произошло, потому что bu baş verdi ona görə ki, вы перешли на другую частоту. Siz keçdiniz başqa bir tezliyə. И Вселенная подтверждает və kainat təsdiqləyir bunu вашим хорошим самочувствием и настроением. Sizin yaxşı özünüzü hiss etməyinizlə və əhval-ruhiyyənizlə. Вы подумаете точно то, что вы чувствуете, не совсем то, о чем думаете. Siz düşünəcəksiniz dəqiq onu, nəyi siz hiss edirsiniz. Не совсем то, yəni heç tamamilə onu yox ki, о чем думаете, nə haqqında siz düşünürsünüz. Так люди уходят в эмоциональный штопор. Bu cür insanlar gedirlər emosionalный штопор, bu bir
ruh halıdır. Yəni ştopor özü ümumiyyətlə bilirsiniz nədir? Bu içkilərdə hansı ki o taxta başlıq olur və onu çıxartmaq üçün lazım olan alət. Bilirsiniz də spiral kimi olur o dəmiri. Ştopor o deməkdir. Emosionalный ştopor da bir bənzətmədir. Yəni bu əhval-ruhiyyədə olan insanlar yalnız neqativ düşünürlər, vəziyyətdən çıxa bilmirlər. Yəni siz bu belə bir neqativ düşüncələrə siz gedib çıxırsınız. Расстроились с утра или встали не с той ноги, и день пропал. Pis oldunuz, əhvalınız korlandı sutra səhərdən və yaxud da vstать не с той ноги o deməkdir ki, biri səhər durandan, yəni hamını, yəni hamıya kobudluq edirsə, ümumiyyətlə nəsə keyfi yoxdursa, ona deyilir ki, vstal не с той ноги. И день пропал və gün batdı. Они не представляют, что простая смена эмоций может изменить этот день и всю жизнь. Они не представляют, onlar təsəvvür belə etmirlər, что простая смена эмоций, təsəvvür etmirlər ki, sadə dəyişim, emosiyaların sadə, yəni dəyişimi может изменить, değişə bilər этот день, bugünü и всю жизнь və bütün həyatı. По закону притяжения, если вы хорошо начали день и чувствуете себя счастливым, то вы будете притягивать еще больше ситуаций и людей, поддерживающих это ощущение счастья, пока не позволите чему-либо изменить ваше настроение. По закону притяжения, cazibə qanununa görə, если вы хорошо начали день, əgər siz yaxşı başladınızsa günü, yəni günü yaxşı başladınızsa, и чувствуете себя счастливым və hiss edirsiniz özünüzü xoşbəxt, то вы будете притягивать еще больше ситуаций и людей. Onda siz çəkəcəksiniz daha çox situasiyaları və insanları, поддерживающих это ощущение счастья, dəstəkləyən bu xoşbəxtlik hissini, yəni həmin insanlar, hansı insanlar ki, dəstəkləyirlər bu xoşbəxtlik hissini. Пока не позволите чему-либо изменить ваше настроение. Nə qədər ki, icazə verməyəcəksiniz, imkan verməyəcəksiniz nəyəsə sizin əhval-ruhiyyənizi dəyişməyə. У всех нас бывали дни или времена, когда неудачи шли одна за другой. У всех нас бывали dni или времена. Bizim hamımızın günləri və yaxud da vaxtları olub ki, когда неудачи шли одна за другой. Haçan ki, pis hadisələr, uğursuzluqlar bir-birinin ardınca gəlib. Цепная реакция началась с одной мысли, осознанной или нет. Цепная reaksiya, yəni zəncirvari reaksiya başlayıb с одной мысли, bir düşüncədən. Осознанной или нет. Yəni fərqi yoxdur, şuurlu və yaxud da yox. Şuurlu şəkildə düşünmüşük biz onu və yaxud da yox. Первая плохая мысль привлекла еще больше таких же мыслей. İlk pis düşüncə çəkdi daha çox bu cür düşüncələri. Частота зафиксировалась. Tezlik qeydə alındı. И все закономерно пошло в кривь и в кость. Və hər şey qanuna uyğun şəkildə в кривь и в кость çəpinə əyri deməkdir. Ayrı-ayrı da mənaları budur. Bu cür deyəndə ki, пошло в кривь и в кость, yəni hər şey qanuna uyğun şəkildə əyri-üyrü, çəpinə, o tərəf bu tərəfə nizamsız, yəni baş verməyə başladı. Yəni lazım olan şəkildə getmədi və bu da qanuna uyğundur. Çünki aşağı tezlik artıq pis, negativ bir tezlik qeyd olunub. Таким образом, если вы расстраиваетесь из-за одной неудачи, вы притягиваете к себе множество неудач. Bu şəkildə, если вы расстраиваетесь из-за одной неудачи, əgər siz pis olursunuz, keyfiniz pozulursa, bir yeganə uğursuzluqdan вы притягиваете к себе, siz çəkirsiniz özünüzə множество неудач, çox sayda uğursuzluqları.
Ваши ответные эмоции привлекут еще больше неприятностей, и цепная реакция будет продолжаться до тех пор, пока вы не сойдете с этой частоты, намеренно изменив свои мысли. Ваши ответные эмоции привлекут еще больше неприятностей. Sizin cavab emosiyalarınız çəkəcəklər daha çox xoşagəlməzlikləri. И цепная реакция будет продолжаться до тех pор və зəncirvari реакция davam edəcək o vaxta qədər ki, пока вы не сойдете с этой частоты, намеренно изменив свои мысли. Nə qədər ki siz məqsədli şəkildə öz düşüncələrinizi dəyişərək bu tezlikdən çıxmayacaqsınız. Вы можете перенаправить свои мысли на то, чего вы хотите, получить подтверждение в ваших чувствах, и закон притяжения примет и удержит эту новую частоту, посылая вам обратно новые картины вашей жизни. Вы можете перенаправить свои мысли на то, чего вы хотите. Siz öz düşüncələrinizi yenidən yönləndirə bilərsiniz ona ki, nəyi istəyirsiniz. Направить yönləndirmək deməkdir. Перенаправить yəni yenidən yönləndirmək. Siz bir dəfə yönləndirirsiniz negativ tərəfə, yenidən yönləndirirsiniz istədiyiniz bir şeyə. Получить подтверждение в ваших чувствах. Вы можете sözü həm də bura aiddir. Yəni вы можете получить подтверждение в ваших чувствах. Siz öz hisslərinizdə təsdiqləmə əldə edə bilərsiniz, ala bilərsiniz. И закон притяжения примет и удержит эту новую частоту. Və cazibə qanunu qəbul edər və saxlayar və yaxud da qəbul edəcək və saxlayacaq bu yeni tezliyi. Посылая вам обратно новые картины вашей жизни. Göndərərək sizə, geri göndərərək sizə sizin həyatınızın yeni rəsmlərini. Таким образом, вы способны стать хозяевами своих чувств и применять их для быстрого переключения на то, чего вы хотите. Таким образом, bu şekilde вы способны стать хозяевами своих чувств. Siz qadirsiniz öz hisslərinizin sahibi olmağa, idarə edən olmağa. Xəzəyeva ümumiyyətlə xəzəyin sözünün cəm formasıdır. Yəni xəzəyin bir sahib, xəzəyeva yəni sahiblər deməkdir. Burada da творительный падеж də cəmdədir. И применять их для быстрого переключения və qəbul tətbiq etmək onları tez bir переключение, yəni keçməkdir. Yəni nəyə istəyirsinizsə, ona keçmək üçün, ona qoşulmaq üçün onu qəbul etməyə. Вы можете специально использовать свои ощущения и эмоции для передачи еще более мощной частоты, если добавите чувство к тому, чего вы хотите. Вы можете специально использовать свои ощущения и эмоции. Siz spesialna, yəni xüsusi şəkildə, spesialna, yəni qəsdli şəkildə edə bilərsiniz, istifadə edə bilərsiniz öz hisslərinizi və emosiyalarınızı для передачи еще более mощной частоты, daha güclü bir tezliyin ötürülməsi üçün. Yəni qəsdli şəkildə, məqsədli şəkildə siz istifadə edə bilərsiniz öz hisslərinizi və emosiyalarınızı. Если добавите чувство к тому, чего вы хотите. Əgər istədiyiniz bir şeyə his qatsanız. Yəni buradan belə çıxır ki, biz nəyi çəkirik? Düşündüyümüz şeyləri çəkmirik, hiss etdiklərimizi çəkirik. Və çox adam düşünür ki, mən axı gün ərzində fikrimi dəyişib yaxşı şeylər düşünürəm, amma çəkmirəm. Niyə? Çünki yaxşı şeylər düşünərək çəkilmir və yaxud da neqativ bir şeyləri düşünərək biz onları çəkmirik. Biz onların duyğusuna girəndə onları çəkirik. Burada da onu deyir. Yəni siz nəyi istəyirsinizsə, ona hiss qatanda artıq çəkirsiniz. Yəni yaxşı bir şeyin
olmağını istəyirsiniz, amma özünüzü həm də o yaxşı duyğuya salmalısınız ki, o yaxşı şey gəlib çəkilsin sizin tərəfə. Yoxsa təkcə düşünməklə bu alınmır. Bugünkü dərsimiz də bu qədər. Növbəti mütaliəyə qədər.